Qida Təhlükəsizliyi Agentliyi saxta ixrac sertifikatı hazırlanması faktı üzrə araşdırmalara başlayıb. Quruma İsrail Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Nazirliyindən fitosanitar sertifikatların həqiqiliyinin təsdiq edilməsinə dair sorğu daxil olub. Təqdim olunan sertifikatlara baxış zamanı onların saxta olduğu müəyyənləşib. Məlum olub ki, saxta sənədlər üzərində QR kodlar oxunarkən müxtəlif xarici ölkələrdə yaradılan saxta domenlərə yönəlmə baş verib. Qeyd edək ki, Aktanın rəsmi domeni e-afsa.gov.az-dır. Agentliyin təqdim etdiyi sertifikatlar QR kod vasitəsilə oxunarkən yalnız Aktanın rəsmi domeninə yönləndirmə baş verir. Aşkar olunan uyğunsuzluq barədə İsrail Dövlətinin Aidiyyatı Qurumuna məlumat verilib və araşdırmanın davam etdirilməsi üçün digər zəruri sənədlər istənilib. Eyni zamanda saxtalaşdırma faktı üzrə bütün materiallar hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına təqdim edilib. Agentlik bəyan edir ki, bu kimi qanuna zidd əməllər yol verilməzdir və həmin fəaliyyətlə məşğul olan şəxslər barəsində qanunvericilik çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək. İxracla məşğul olan hüquqi və fiziki şəxslərdən, eyni zamanda təsərrüfat sahiblərindən xahiş edilir ki, agentliyin təqdim etdiyi sertifikatların QR kodunu oxutduran zaman rəsmi e-afsa.gov.az domeninin yazılmasına diqqət etsinlər.